Hello arkadaşlar, bugünkü temizlik kısa vlogumuza hoş geldiniz. Burada stolları yerleştirdim, seyvanı sildim, xalçanı serdim, evi yığışdırdım, sonra paltarları qatlaladım. Burada sizə elədiyimi göstərə bilmədim çünki video silindi. Burada sınıqları yerləşdirdim, kitabları yerləşdirdim. Sonra oyuncaq aralarımı da sizə göstərdim. Göstərməsəydim patlayardım. Burada daimin kəbəcini getirdim, kəbəcə sürücüsü göstərdim. Amma içdiyim dadı çox pis idi, qazlı idi, amma bir tam verirdi. Deyirəm, amma şəfalara dərman dərdinə. Heç də xoşuna gəlmədi, deyirəm, yəni yenə də. Burada 2 dənə su qaldı, onu yerləşdirdim xardelikə. Pasoya qoydum, ləpəni bura qoydum ki, anam şirini bişirsin. Şirini kim sevirsə yorumlarda yazsın. Burada qazanda aş qalmışdı, bura qoydum ki, yeyənlər. Burada qaşıq düşdü, qaşıq yerinə qoydum. Yekə qaşıqları qoyuram, balaca qaşıqları qavarını yığıram. Burada havanı sizə göstərirəm. Telefonum nədənsə pis çəkir. İndi burada zibil atmağa gedirəm. Burada ayı göstərirəm sizə. Hava biraz 6 dolardı elə. Bu arada sizə bir şey deyim. Daim evakuatorda işləyir. Bizə gəldiyinəcə sizə evakuator maşını göstərirəm. Yəni evakuatorunu göstərirəm. Burada gəlib çatır. Bu sizə marketi göstərəcəm indi. Baxın. Bu da bizim marketimiz. Gəldik çatdıq. Daimin maşınıdır bu da. Sağ olun. Hələlik.